Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilk dəfə olaraq yeni bir istiqamət üzrə sərnişin daşıma xidmətinə fəaliyyətə başlayacaq və elə bununla bağlı informasiyaları əldə edəcək və sözü gedən marşrut xətti də məhz elə Gəncə, Qəbələ, Gəncə reysi üzrə olacaq və ilk dəfə olaraq bu sərnişin daşıma xidməti bu istiqamətdə fəaliyyət göstərəcək və daha təfərrüatlı informasiyanı eyni zamanda suallar qeyd edilən ki, qiymət nə qədər olacaq və nə vaxtdan etibarən məhz bu sərnişin daşıma xidməti göstəriləcək və özəlliyi nədir? Bununla bağlı informasiyanı da hazırda qonağım Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyevdən əldə edəcəyi informasiyaları xoş gördük. Buyurun, söz sizdədir. Suallarımız çoxdur, cavabları sizdən eşidək. Xoş gördük, bəli. Azərbaycan Dəmir Yolları yanvarın 12-sindən etibarən sərnişin məmnuniyyətinin daha da artırılması məqsədilə ilk dəfə Gəncə, Qəbələ, Gəncə marşrutu üzrə sərnişin daşımalarına başlayacaq. Məqsəd bölgələrimizdə, xüsusilə qərb bölgələri ilə şimal bölgələri arasında nəqliyyat imkanlarını, əlçatanlığını təmin etməkdir, mobilliyi genişləndirməkdir və təbii ki, daxili turizmin inkişafına xidmət etməkdir. Sərnişinlərin müasir elektrik qatarları ilə xidmət göstəriləcək, ənənəvi olaraq standart plus, biznes və deməli, birinci sinif üzrə səyahət imkanları təqdim olunacaq. Qatarların qiyməti bu hamını maraqlandırır. Əlçatan qiymətlərdir deyək. Gəncə, Qəbələ istiqamətində qiymət 4 manat 30 qəpikdən başlayacaq. Ləki, Qəbələ istiqamətində isə 1 manat 70 qəpikdən başlayacaq qiymətlər. Əlavə olaraq qeyd edə bilərik ki, bu marşrut üzrə istifadə edən sərnişinlər eyni zamanda aralıq stansiyalardır. Yəni Goran, Yevlax, Ləki və Ağdaş stansiya dayanacaqlardan minib düşə biləcəklər. Bu reysin özəlliyi isə ondadır ki, Bakı-Qazax, Bakı qatarı ilə istifadə edərək biz gündəlik olaraq Bakıdan Qəbələyə artıq dəmir yolları ilə səyahət edə biləcəyik. Yəni hər gün səhər Bakı-Qazax istiqamətində qatara əyləşib, saat 10:50-də Ləkiyə çatırıq, 11:12-də isə Gəncə Qəbələ qatarı ilə biz Qəbələyə gedə bilirik. Eyni qaydada da axşam, yəni Qəbələ Gəncə qatarı ilə gəlib Ləki stansiyasına düşüb, axşam Qazax-Bakı istiqamətində hərəkət edən qatarla gəlib Bakıya səfər edə biləcəyik. Artıq biletlər bugündən satışdadır. Azərbaycan Dəmir Yollarının kassalarından, eyni zamanda ADM Mobile tətbiqindən və Azərbaycan Dəmir Yollarının rəsmi saytından biletləri əldə edə bilərlər sərnişinlərimiz və qeyd etdiyim kimi bu artıq region daxilidir. Bilirsiniz ki, Azərbaycan Dəmir Yollarının istiqamətlər əsasən Bakı və Bakı istiqamətindədir. Bu isə artıq ikinci regional daxili marşrutu. Bundan əvvəl Gəncə, Mingəçevir, Gəncə idi. Bu isə artıq ikinci Gəncə, Qəbələ, Gəncə region daxili marşrutudur. Təşəkkür edirəm. Ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün artıq elə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Gəncə, Qəbələ, Gəncə reysi üzrə artıq fəaliyyət göstərəcək və sərnişinlər də elə hər gün biletləri əldə edərək bu cür səyahətlərini təmin edə bilərlər. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə ətraflı məlumat üçün. İndi isə digər bir bağlantımıza keçək.